Alıyeva Bəsti Məzahir qızı ədəbi təxəllüsü ilə Kölgə 4 yanvar 1995-ci ildə Tovuz rayonunda anadan olub. O, Tovuz rayon Mahir Ələkbərov adına məktəbi bitirib. Ali təhsillidir. Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi fakültəsini və eyni ixtisası bitirib. Ailəlidir, 2 övladı var. Ədəbi yaradıcılığına 11 yaşında şeirlər yazmaqla başlayıb. Hazırda yazarın 2 kitabı mövcuddur. Ölənlə Ölünmür romanı, Qələmimdə Sən esse və şeirlər toplusu. Ölənlə Ölünmür romanı real həyat hekayəsi əsasında qələmə alınmışdır. Buradakı şərti adları Ayaz, Süreyya, Azər, Mahir obrazları real həyatdan götürülüb. Lakin əsərin sonu realından fərqlənir. Yazar hekayənin sonunu realdakı kimi acınacaqlı deyil, öz təxəyyülünə əsasən bitirib. Əsəri oxuyarkən müxtəlif hissləri eyni anda keçirəcəyinizə əminəm. Burada ilk məhəbbət, itki, cəmaət nə deyər psixologiyası ilə mübarizə, təmənnasız sevgi və yenidən həyata tutunmaq və ikinci dəfə sevə bilmək əks olunur. Bu romanda hər kəs özündən bir parça tapacaq. Hər kəsə xitab edən məşəb üslubunda yazılmışdır. Qələmimdə Sən kitabı 2 hissədən ibarətdir. Şeir və esselər toplusu. Burada sizə psixoloji esselər, səmimi düşüncələr və gözəl sevgi şeirləri təqdim olunub. Şeirlərin böyük əksəriyyəti sevgiyə aiddir. Kitabda yazarın 19 ildir qələmə aldığı şeirlərin bir çoxu yer alır.